Azərbaycanla əməkdaşlıq sahələrini artırmaq niyyətindədir. Bunu İranın Kooperasiya və Əmək naziri Əli Rəbiyev və ölkədə səfərdə olan baş nazirin müavini Əli Həsənovla görüşdə deyib. این حوزه هم بتونیم سرمایه‌گذاری‌های مشترک داشته باشیم. Biz dərman, sement, dəmir, kimya və neft sahəsində müştərək sərmayə qoluşunda hazır olduğumuzu elan etmişik. Bizim dərman istehsal zavodu kimi müəssisələrimiz Azərbaycanda da fəaliyyət göstərir və bu fəaliyyəti artıra bilərik. Mənim gələcəkdə Bakıya səfərim olacaq və bu barədə sənədlər imzalanacaq. این حوزه‌ها رو بعد با هم یا با مسئولین زیربطش به امضا برسونیم. Əvvəla İran dövlətində bir çox sahələrdə çox böyük təcrübə var. Təcrübə mübadiləsinə ehtiyac var. Məlumat, informasiya mübadiləsinə ehtiyac var. Bütün sahələrdə. Bu bizim üçün, yenə deyirəm, vacib bir məsələdir. İranla əlaqələrimiz daha da genişlənsin, daha da möhkəmlənsin və iki xalq, iki dövlət arasında bu dostluq, bu qardaşlıq bundan sonra da geniş inkişaf etsin.